Birinci sualda etilenin tam yanma reaksiyasının stik effekti. Aha, yazaq etilen C2H4, oksigenlə reaksiya daxil olur. Bütün üzüm maddeler yanında verir ki, karbon qazı və su alınacaqdır. 2 karbon solda, 2 karbon sağda, 2 buraya, 3 də oksigenin qarşısına. Bir də eyni zamanda asitlindən gedir söhbət. C2H2 üzərinə gəlsin o ki, yenə də dedik ki, karbon qazı və su alınacaqdır. Və hər zaman da karbon qazının əmsalı, yəni molu yenə bərabər olur. Burada isə H2O-ya heç nə qoymuruq 1. Deməli, sağda oksigen 5 dənədir. Sola ya ki 10-5 qoy və yaxud da başdan vura bilərik. Yəni, ikisindən də istifadə edə bilərik. Tutaq ki, mən burada vurdum ki, tam rəqəm çıxsın. Yine deyir ki, tam yanma reaksiyasının birincidə istik effekti 1400 kilojoldur. İkinci reaksiyada isə tam yanma reaksiyasının istik effekti 2600'dür. 2600 kilojol. Birincidə elə 1400 birbaş istilik effektinə yaza bilirik. İkincidə yazdım 2600. Amma elə 2600 yanma istilik effekti deyib düzdür. Və X və Y-ı tap deyir. İstilik törətmə qabiliyyəti 1 kiloqram yanarkən ayrılan istilik miqdarıdır. Yəni 1 kiloqram yanarkən nə qədər istilik ayrılır, onu tapırıq. X etilen molekul kütləsi 28'dir. 28 ise yananda 1400 kilojol istilik ayrılır. Burada X bərabərdir. 1400'ü bölürük 2800'ə. Bu eləyəcəkdir 50. İkincidə isə yenə eyni qayda ilə 1 kiloqram yanarkən X kilojol enerji ayrılacaqdır. 2 vurulsun 26 yanında isə 2600 kilojol enerji ayrılıbdır. Bu isə eləyəcəkdir yenə də 50. Yəni burada Y vermişdi, elə Y-la da qoyaq. Yəni bizdən bu asılıq X bərabərdir Y olacaq. Yəni Y variantı.